Salam canlar, hər birinizi bu gözəl mənzərədən salamlayıram. Gördüyünüz kimi baldızım balkonunda kiçik bir bostan becərib sizlər üçün də bu gözəl görüntüləri paylaşmaq istədim. Belə uşaqlara maraqlı olsun deyə canlar az-az keşnişdən, çiyirtdən, reyhandan əkib, maşallah torpaq da yaxşı olub. Hamısı da gözəl-gözəl yetişiblər. Özünə də maraqlı gəlib. Biraz xiyardan, pomidordan, badımcandan belə maraqlı olsun deyə hamısından əkməyə başlayıb. Maşallah hamısı da məhsul verib. Gördüyünüz kimi pomidorun üzərində, xiyarın üzərində hamısında da məhsuldan var. Allah bərəkət versin. Balkona çıxanda adama ləzzət verir sözünü açığı. Biz də o günləri getmişdik onlara. Üzərindən xiyar üzlü verdi. İnanın o qədər gözəl bir qoxusu, dadı var idi ki, çox mükəmməl idi. Keşniçin, reyhanın iyi salat hazırladı. Qoxusu bürümüşdü də aləmi. Mən də dedim videolardan at mənə qoy. Canlar üçün də paylaşım edim. Bəlkə sizlərə də maraqlı gələr. Belə hər adama belə bacarıqlı olmaz da. Belə balkonda bunları becərməyə, yəni maraqlı gəlsin ona. Şəxsən mən edə bilmərəm. Baldızımın həvəsi var belə şeylərə. O da belə özü üçün kiçik bir bostan yaradıb. Mən burada sizlərlə sağollaşım. Sizə xoş izləmələr, bəyənməyi, yorum yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.